Hadi oyun başlıyor de gelsin. De gelsin. Salam, hello. Salam, necəsən gülüm? Yaxşıyam Məsih, sən necəsən? Mən də yaxşıyam. Bugün bizim 3-cü bölümümüzü çəkirik. Surprise'ımız var bu bölümdə. Bəli. Bugün Bəli. 3-cü bölümümüzə görə 3 nəfərik. Yes. Özümüzlə qonağımız var və istəyirik Bəli. qonağımız özünü təqdim etsin. Buyur. Salamlar, mən Günel. Sizi görməkdən şadam. Təqdim edeyim özümü yoxsa? Yox, mən Güneli tanıyıram Mən tanımıram. və Gülü tanımır. Birinci səfərdir. Birinci səfər görürəm və mən Bəli. də məlumat vermək istəmədim ki, elə dinləyicilərimizlə bir yerdə tanış olasan, hətta öz sualların da olsa verəsən. Bəli. Bu bölüm mənim üçün də biraz sürpriz Bəli. kimi gəlir. Yəni, Belə demək olar. bəli. Okay Günel, buyur özünü təqdim elə bizə. Okay, onda mən çox kiçik təqdim edeyim özümü. Mənim 25 yaşım var. Hal-hazırda Lundda yaşayıram. Tələbə idim İsveçdə, yəni Lund şəhərində. Daha sonra işləməyə başladım. Hal-hazırda İsveçdə yaşayan Azərbaycanlılardan biriyəm və çalışıram. Bu qədər. Süper. Bizim podkastımızı dinləmisən? Dinləmişəm. Sağlardı və çox da. sevmişəm. Enerjinizə bayılıram. Doğrudan. Oh Bizə biraz my ver də, God. bizə biraz feedback ver də zəhmət olmasa. Təkcə övmək deyil də, yəni. Nələr daha yaxşı edə Biləcəyimiz bilərik? bir şeylər də varsa, onlayn bizə feedback ver zəhmət olmasa. Hı -hı. O bir dənə söz var, deyirlər ki, necə baxsan elə görürsən. Hə. Mən o qədər xoş niyyətlərlə baxmışdım ki, heç bir qüsur tapa bilmədim. Belə bir, hə. Feedbacklərimiz var. Yəni yaxşı feedbacklərimdən biri odur ki, birincisi enerjiniz çox əla idi. İkincisi kontentinizi sevdim. Yəni oturub insan münasibətlərindən və həyatımızda baş verən şeyləri nəyisə müzakirə etmək. Bu mənim ən çox sevdiyim şeydir və çox fəxr edirəm ki, siz bunu edirsiniz. Təşəkkürlər. Nə düzəldə bilərik səncə? Bunun üçün detal analiz eləməliyəm. Bilməmişəm. Tamam. Və sən də məni o qınayanlardansan. Mən Hə, çox onu ağdamla deyəcəkdim. danışıram deyə. Məni çox qınayırlar. Sən də onlardansan. Yox, yəni məncə xaricdə yaşayan hər bir Azərbaycanlı bunu başa düşə bilər. İstər-istəməz Şakirsən vətən həsrəti və bu çox normaldır. Məncə də. Bizim ikinci bölümümüzdə biz 2025 bizim üçün necə keçdi də danışmışdıq. 2025 sənin üçün necə keçdi? 2026 necə olsun istəyirsən? İlk öncə 2025. Necə keçdi 2025 sənin üçün? Məncə 2025 mənim üçün huzur və sakitlik dolu keçdi daha çox. Şükür. Çünki çünki artıq işə başlamışdım, artıq iş və həyat balansım var idi. Daha çox özümə yönəlib, özümü kəşf etməyə yönəmli bir il oldu. Mən belə fikirləşirəm. Amma istəyirəm ki 2026-cı il daha belə aktiv və daha çox hədəflərimin üzərində işləyə biləcəyim bir il olsun. Çünki illərdir yığılan bəzi hədəflər, məqsədlər var və düşünürəm ki, artıq onları reallaşdırmanın yavaş-yavaş vaxtıdır. Onu İnşallah. deyək ki, 2026 bizim ilimiz olsun. İnşallah. Bəli, inşallah. Onda bugün bizim podkastımızın bir hissəsi olan dünyadan olan gənclərlə, Azərbaycanlı gənclərlə bizim məqsədimiz bu podkastda digərsində onları intervyu eləmək. Biz İsveçdə yaşayırıq, bəli, amma lakin biz bura gələndə uşaq idik. Daha çox çətinlik görmədik və yaxud da daha çox fərqində olmadığımız şeyləri bilmirik. Lakin məsələn Günel neçə yaşında gəldin Günel İsveçə? 23 yaşındayım. 23 yaşında gəldim və indi 25 yaşımda və bura gələndə tək gəlmisən və hər şeyi tək başına eləmək məcburiyyətində qalmısan və biz istəyirik ki, bugün Günel bizə biraz İsveçi ikinci göz olaraq və yaxud da üçüncü göz olaraq bizə anlatsın. Bura tək gələn bir gənci hansı çətinliklər gözləyir? Magistraturaya oxumaq çətindirmi, hasandırmı? İsveçdə yaşam həqiqətən dəmi danışdıqları kimi depressivdirmi və yaxud da ki maraqlıdır, yoxsa həqiqətən də İsveç dünyanın ən xoşbəxt ölkələrindən biridirmi və yaxud bla 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 rasistlik burada çoxdurmu, dışlanma, iş tapmaq çətindirmi? Biraz belə düşünək ki, düşün, bura gəlmək istəyən gənc var və sən onu biraz yönləndirəcəksən. Bizim də sənə hazır suallarımız var. Biraz belə olacaq bizim bugünkü bölümümüz. Başlayaq. 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 İlk öncə hansı proqramı oxuyurdun və niyə İsveç? Okay, bu aslında yaxşı sualdır. Çünki sırf İsveç deyilən bir hədəfim, məqsədim yox idi.
və bu prosesdə bu biraz yarandı. Mən Azərbaycanda iqtisadiyyat üzrə oxumuşam. Economics backgroundlıyam və universitet vaxtından etibarən data analitika üzrə işləməyə başlamışdım. Və düşünürdüm ki, mən heç vaxt itirmək istəmirəm oxuduğum ixtisası, hansı ki bakalavriata oxumuşdum. Və həmçinin burada data analitik də var, işləyirəm. Yəni necə mən bunları birləşdirə bilərəm? Yəni də. Yəni üçün bununla bağlı araşdırmalar edim ki, biz itirməyim də heç birinə, bu qədər çəkdiyim əziyyətə dəysin. Və data analitik zaten onsuz da biznesin içindədir, amma bunu göstərən bir proqram yoxdur. Çünki data analitik proqramlarının çoxu texniki yönümlüdür. Aradım ki, bu ikisini birləşdirsin. Məsələ, magistr proqramlarını axtaranda universitetə qarşıma çıxdı və proqramın adı nədir sizcə? Nədir? Data Analytics and Business Economics. Sən üçün yaradılır bu Bu proqram. Güneldir də. Çox belə möcüzə idi. Mən baxanda durub baxmışdım bir dəqiqə ki, bu həqiqətən o proqramdır. Beləcə proqrama müraciət elədim. Qəbul aldım və proses təbii ki, İsveç təqaüdünə də müraciət elədim. İsveç təqaüdünün çox böyük önəmi oldu mənim həyatımda gəlib burada oxuya bildim. Çünki bilirsiniz, İsveç çox bahalı ölkədir. Təhsil haqqı da bahadır burada Avropadan olmayan vətəndaşlar üçün. Və təqaüdün sayəsində gəlib oxudum burada beləliklə. İsveçə tək gəlmədim əslində. Tək gəldim sayılır, amma dostlarımla gəldim. Və onlar düşünürəm ki, həyatımda məni təklikdən qurtaran ilk adamlar oldu. Sonra burada gəldi, İsveç tələbələri ilə, məzunlarla görüşdük, birləşdik. Həyatımıza belə bir istilik qatdı onlar və çox sevinirəm ki, belə bir cəmiyyət var burada, belə bir insanlar var və hamısı çox belə kömək etməyə çox həvəsli insanlardır. Yəni bəzən bizdə Azərbaycanda ümumiyyətlə xarici yaşayan insanlar üçün, Azərbaycanlılar üçün belə bir şey olur ki, oradakı Azərbaycanlılar qətim bir-birini görmək istəmirlər, yəni kömək eləmək istəmirlər və s. və axır qaçırlar bir-birlərindən. Amma mən İsveçdə bunun heç birini görmədim və bunun üçün çox şadam həqiqətən. Məncə İsveç xüsusi bir şeydir. Çox tərsinədir, yəni bizi həqiqətən qıraqdan elə görürlər, amma biz burada daha ailəyik, daha tez-tez görürük Azərbaycanda görüşənlərdən daha çox. Bəs kökə ensək, bura gəlmək istəyəndə evdəkilər nə dedi? Razı idilər. Mənim valideynlərim ümumiyyətlə məni həmişə bütün qərarlarımı dəstəkləyən insanlar olublar. Həyatım boyu hər nə qərar vermişəmsə, bu çox open mindeddirlər, yəni bu məsələlərdə və dəstək oldular sadəcə. Dedilər ki, əgər bu sənin üçün yaxşıdırsa, daha yaxşı olacağını fikirləşirsənsə, get, biz səni dəstəkləyirik. Bəs qorxmadın? Düzünü desəm, yox. Mən bəzən risk almağı xoşlayıram. Düzü, təbii ki, fikirləşib sonra risk almağı xoşlayıram, amma yəni mənim üçün həyatda sadəcə bir yerdə qalmaq çox sıxıcıdır. Mən xoşlayıram dəyişikliklər etməyi, yeni şeylər kəşf etməyi, öyrənməyi. Düşünürəm bu mənim qorxumu, həyəcanımı yatızdırdı. Bəli. Bəs İsveçə gələndə gözlədiyin kimi oldu İsveç? Sən bəkləntilərini qarşıladı? Hansı bəkləntilərin var idi və nələr oldu? Sözün desəm, məncə yaxşı cəhətlər daha çox İsveçi görmək şansım oldu. Çünki tipik Azərbaycanlı olaraq həmişə fikirləşirdik ki və fikirləşirdilər ki, İsveçlər soyuq olur. Dəhşət. Yəni belə insanlarla ünsiyyət qurmaz, danışmaz, qaraqabaq, belə yaşadıkları ölkə təsir edir onların soyuqluğuna. Düzdür. Bu var biraz. Amma mən düşünürəm ki, onlar bizim düşündüyümüz kimi kobud deyillər. Əksinə mehribandılar, kömək istəyəndə kömək etməyə həvəslidirlər. Sadəcə öz ailələrinə və dostlarına daha çox önəm verirlər. Bu da anlaşılandır. Yəni biz özümüzdə eləyik. Prosta bunlarda biraz daha çoxdur bəlkə də o his. Məncə biz Azərbaycanlılar çox cana yaxını özümüzlə müqayisə eləyəndə fərq yaranır. Amma anormal bizik, yəni onlar deyil. Yəni biz Azərbaycanda əynimizdən çıxarıb başqasına verərik. Bu bizdədir, bizim qanımızdadır. Yəni burada məncə problem bizdədir sadəcə. Bizim qədər isti heç bir millətlə. Bəlkə də var başqa bizə oxşayan millətlər, amma İsveçlər qətiyyən deyirlər. Fərqli mədəniyyətlər, fərqli insanlar. Lund Universiteti məncə dünyanın ən məşhur universitetlərindən biridir və ən gözəl universitetlərindən biridir məncə. Yəni çox gözəldir. İnşallah həvəsində olan və arzusunda orada oxumaq istəyən hər kəs arzusuna çatar. Lund Universiteti sənin üçün ora girmək necə bir hiss idi? Orada oxumaq necə bir hiss idi? Məncə çox gözəl bir hissdir. Əlbəttə ki, yəni xüsusilə nəzərə alsaq ki, top 100-də idi London Universiteti, mənim üçün gözəl bir hiss idi, yəni maraqlı bir hiss idi. Ümumiyyətlə xarici mühitdə, xarici dostlarının olması tamam başqa bir hissdir. Biz həmişə Azərbaycanlılarla bir yerdə böyümüşük, yəni sizi demirəm, mənim özümü.
fərqli mədəniyyətlərin, insanların necə fikirləşdiyini çox da belə düşünə bilmirdik. Ta ki onların içində olana qədər. Belə xarici mühitdə olmaq mənə xoş təsir edir. Çünki çoxlu insanlar tanıdım, çoxlu şəbəkə qura bildim. Təhsilin özü də məncə daha çox tələbə yönümlü idi. Yəni çox da belə baskı olmayan, amma oxumalı olduğum bir sistemdir. Yəni daha çox self-study yanan, amma sonda nəticəsinin tələb olunduğu bir sistem idi. Bunun boyunca təhsil. Xoş idi ümumiyyətlə. Bəs İsveçdə master oxumaq səncə necə çətin idi gözləntilərindən? Düzün desəm mənim ixtisasım 1 illik idi və bu biraz intensiv proqram idi. Daha çox yenə dediyim kimi self-study yönümlüdür. Self-study deyəndə nəyi nəzərdə tuturam? Məsələn, təbii ki, müəllimlər dərsləri başa salırlar, izah edirlər. Amma o dərsləri başa düşmək üçün təbii ki, sən magistrda oxuyursan ilk növbədə bilmədiyin bir sahəni oxuyursan, böyük ehtimal bildiyin şeyləri niyə oxuyasan? Və ona görə müəllimlər izah elədikcə sən başa düşürsən nəyərisə, amma o şeyləri tam dəqiq başa düşə bilməyin üçün onların altında yatan şeyləri öyrənmək lazımdır. Və altında yatan şeyləri öyrənmək üçün çoxlu self-study eləməlisən. Vaxtın ən çoxlusu buna gedir məncə. Onları başa düşməyə. Ona görə biraz çətin olmuş ola bilər. Çünki 1 illik proqramın çox vaxtım yox idi, dərslər intensiv idi. Amma mümkündür, yəni belə çatdırmaq, oxumaq mümkündür təbii ki. Hətta yaxşı nəticələr almaq da mümkündür. Təbii ki, sənin həvəsin olsun, istəyin olsun. Dil. Hansı dildə oxudun? Suallarda bizə gələn suallardan biri buydu. Hansı dildə oxuduq? İngilis yoxsa İsveç? İngilis dilində təbii ki. İsveç dilində mən hələ ki öyrənirəm. Yavaş-yavaş. Bəs İngilis dili Azərbaycanda öyrənib gəlmişdin də. Yəni çox çətin idimi yoxsa okey idimi sənin üçün? İngilis dili, mən İngilis dili fakültədə oxumuşam həmçinin. İngilis dili mənim həyatımın bir parçası idi. Təbii ki, burada daimi ünsiyyətdə olmaqdan başqa hissdir. Çünki sənin ana dilin deyil və başqa dildə insanlarla emosiyalarını, hisslərini, fikirləri bölüşməyə çalışırsan, başlayırsan. Zaman keçdikcə məncə daha çox okey oldu. Əvvəl biraz çətin idi. Amma bizim sahəmiz artıq təhsil dilində oxuduğumuz üçün biz o terminləri daha yaxşı başa düşürdük. Bizim üçün problem deyil. Kitab dili kimi idi dərəcə. Kitab dili, hə. Bəs ekonomi olaraq necə idi? Tələbəlik vaxtı işləyirdinmi? Gəlirlərin hardan gəlirdi və İsveçdə yaşam bahalı idimi? Ev? Məncə razılaşırsınız ki, çox bahalı ölkədir. Bahalı ölkədir, amma və təqaüd qazanmışdım sizə vurğuladığım kimi. O təqaüd olmasaydı, yəni işləmirdim mən burada. Məncə çətin olardı mənim üçün. Təqaüd kömək edir ki, həm xərclərimi ödəyim, həm yaşaya bilim, həm təhsil xərcimi qarşılasın. Kömək oldu ümumiyyətlə. Başqa nəsə bir yanda sual verdi. Yəni oxumaq, o ekonomi səni keçindirirdimi? Ev tapmaq asandır, evi, içini və yoxud da ətraflı olaraq? Ümumiyyətlə seçdiyim şey bəyənərəm ki, tələbələr üçün çox şərait yaradılıb. Xüsusilə yataqxanalar məsələsi və s. Düzdür, ev tapmaq çətin olur, amma yataqxanada yer tapmaq mümkün oldu və o daha aşağı büdcəli idi. Ona görə tutulmuş qalırdım mənə. Həmçinin çoxlu bu 1 il ərzində mən səyahət elədim. Təqaüd imkan verirdi ki, həm sən normal yaşayasan, həm səyahət eləyəsən. Tələbə evlərinin qiyməti təxmini 500 evrodur da, yoxsa? Əslində dəyişir məkan və şəraitdən asılı olaraq. Mənimki 4500 kron idi. Bu deyəsən 430 evroya falan yaxın. Bəli, təxmini. Amma tələbələr vardı ki, 300 evroya, 300 neçə, 50 evroya. Amma məncə tələbə evi də çox maraqlıdır. Hətta Lündəki dal çox maraqlıdır. Mən Malmö Universitetində oxuyuram və Malmödə qalırdım. Amma çox qısqanırdım da, çox istəyirdim bu tələbə evində qalmaq. Çünki Azərbaycanda bir-birindən qonşuydu. Belə yazırdı ki, gəl mətbəxxanaya, orada oturaq, nə bilim, nəsə yeyək, içək. Tez-tez görüşək, gəl həyətə düş. Çox maraqlı idi da və mən də Malmödən durub getməyə, yəni həvəsim olmurdu. Qısqanırdım. Tələbə evləri də çox maraqlıdır. Sizə də hər xarici tələbələr çox, xüsusilə İsveçlər mənim qaldığım yataqxanada çox idi və Çinlilər də var idi. Başqa millətlər ümumiyyətlə çox idi. Və qəribə gəlirdi onlara. Mənə də həmçinin onların elədiyi nələrsə qəribə gəlirdi, bişirdikləri yeməklər, həmçinin mənim bişirdiyim. Məsələn, bir dəfə dolma eləmişdim. Belə dolmanı belə fırladıb baxdı. Necə yəni? Bu nədir?
yarpaq içində ət şoka düşmüşlər. Bir anda şoka düşdükləri şey olmuşdu. Toyuğun iç alaqları, ürəyi, ciyəri falan belə yemlər. Mən demişdim ki, necə yəni sən toyuğun ürəyini yeyirsən, necə ürəyini necə qəddarsan. Çox gülmüşdüm həqiqətən. Ah, qəddar Günel, qəddar Günel. İş tapmaq prosesi necə oldu? Necə keçdi? Nə vaxt başladın? Bu çox belə qlobal problemdir. Hal-hazırki dövrümüzdə təbii ki. Biraz çətindir iş tapmaq. Niyə? Çünki çox əvvəldən başlayıb müraciətlər eləməlisən. Mən yanvarda başlamışdım. Yanvarda başladım gəldiyim ilin və bu proses iyuna qədər davam elədi. Çox az əslində intervyu aldım. Çünki bilmirəm, yəni çətindir ümumiyyətlə cavab almaq. Bəzi pozisiyalar bildiyimiz kimi açılır, sonra yerli insanlar tərəfindən və yaxud da artıq sunmuş insanlar tərəfindən rəsmi. Mən iyunda aldım ilk intervyumu, ilk iş təklifimi və ondan sonra davam elədi. Yəni smooth keçdi ondan sonraki proses. Bəs Rahat keçdi. İsveç şirkətində işləmək sənə nə öyrətdi? Necə oldu? İsveç şirkətində işləmək ümumiyyətlə mənə ilk növbədə daha çox İsveçlilərlə bir yerdə olmaq şansı yaratdı. İsveçlilərin necə mədəniyyətlərinin olduğunu daha çox iş yerində gördüm, mən belə deyərdim. Digər öyrətdiyi bir şey mənə iş-həyat balansı oldu. Bundan əvvəl mən daha çox işə yönümlü bir insan idim. Bütün gün iş daha çox beynimdə idi. Amma burada mən başa düşdüm ki, 5 oldu, yox. Bağlayırsan kompüteri və gedib heç nə haqqında fikirləşmir. Ümumiyyətlə, sənin heç kimin haqqı yoxdur ki, 5-dən 1 dəqiqə artıq saxlasın. Hətta daha tez işin varsa çıx get, yəni bir problem deyil. Yəni daha Çox bəyənirsən onu. Azərbaycanda işləmirsən bəs? işləmişəm, hə. Fərqini görmüsən də. Çətinliyini görmüşəm. Düzdür, orada dost qurmaq çox rahatdır Azərbaycanda. Daha təbii ki, ana dilində işləmək daha rahatdır, istər-istəməz. Amma iş-həyat balansı cəhətdən, sənin şəxsi yeri və alanına deyirləri, ona hörmət eləmək cəhətdən İsveç daha yaxşıdır mənim üçün. Ən azından iş-həyat balansım var. İkisindən birini seçsəydin. Yəni bu dəqiqə düzdür, seçim eləyib qalmısan burada. Bu da bir seçimdir yəni. Amma yəni Hansının daha pozitiv tərəfləri çoxdur? Yəni iş baxımından daha çox deyirsiniz, yoxsa ümumiyyətlə yaşamaq? İş baxımından, həm də yəni sənə görə. Mən bəzi insan var xarakteristik olaraq dostları daha çox önəmlidir onun üçün, bəziləri üçün bu önəmlidir. Sənin üçün? belə klassik sual. İsveç yoxsa Azərbaycan? Mən buna tam olaraq birinə cavab verə bilmərəm. Çünki bir söz var, deyirlər ki, seçmədin həmişə ağlında qalır. Öncə Azərbaycan onsuz da həmişə ağlımızda qalır. Amma düşünürəm ki, Azərbaycan həmişə mümkündür ora getmək və burada ən azından özümü sınamalıyam, yaşamağa alışmalıyam, öyrəşməliyəm. İsveç, Azərbaycan deyə soruşacaq olsaq, mən ki soruşdunuz, mən ikisini də seçərdim əslində. Çünki hər ölkənin həm yaxşı, həm pis cəhətləri var. Bunu danmaq mümkün deyil. Yəni danmaq. Bəs İsveçdə yaşamağın ən sevdiyin yanı? Yaşamaq, iş yox. İşdən çıxdı. Yaşamdan. İşi qərar buraxırıq. Məncə ən xoşladığım cəhət təbiətin yaşadığımız yerlərə daha yaxın olmasıdır. Mən çox təbiət sevən insanam. Mən Azərbaycanda düşəndə ofisimiz o qədər binaların əhatəsində idi ki, çıxıb bir ağac axtardım ki, altına gedim və biraz ruhum dincəlsin, biraz sakitləşim. Amma İsveçdə hər şey çox əlçatandır, təbiət daha çox əlçatandır. Bunu daha çox sevirəm İsveçdə. İnsanların sənə alanı və hörmət eləməsi, çox hər şey qarışmaması, məncə yaxşı xüsusiyyətlərdəndir. Həm cəhətdir, həm də yaxşı cəhətdir bizim deyim. Yəni belə hər dostumla müzakirə edirdim ki, bəs görünməmək, əslində heç kimin vecinə olmamaq yaxşı xüsusiyyətdir yoxsa yox. Bunu biraz düşünürdüm. Bəzən yox. İnsan bəzən görülmək istəyir, bəzən kimisə vecinə olmaq istəyir. İsveçlərin tam veçsizliyi bəzən zaman bizim kimi insanları bezdirə bilir. Amma overall yaxşı. Bəs Azərbaycandan ən çox nə üçün darıxırsan? Azərbaycanda ən çox məncə yeməklər üçün darıxıram. Çünki yeməyi təbii ki, evdə özüm bişirə bilirəm. Amma istənilən bir restorana gedib öz mətbəxindən yedim, ayrı bir lüksdür məncə. İsveçdə bu çox da, xüsusilə məncə Lund və Malmada o qədər də yoxdur, yaşayanlara.
Ama bence üçün. Bəli, bəli. Yo, buyur buyur. Bence burada pişirdiğin yemeklerden Azerbaycan'dakinden çok fark var. Aa, hə, düzdür. Əslində ətlər falan təbii ki, daha Azərbaycanda çox dadlıdır. Müqayisə olunmaz yəni. Mən bir dənə adam tanıyıram, özü ilə Azərbaycandan bura xiyar gətirib. Xiyarın dadlı üçün darıxırmış. Yəni bunu işlənədən öncə mən dedim ki, yəni sözüm yox, sözüm bitdiyi yerdəyəm yəni, Amma həqiqətən. çox razıyam mən. Çünki xiyar ümumiyyətlə burada yeyiləsi deyil. Mən almıram xiyar. Ben de bunlara razıyam. Dadı o dedi. Azərbaycanda yaşayan birinə desən ki, bizim Avropada xiyar problemimiz var. Yəni həqiqətən yəni bizi yəni bilmirəm, söyüb batıra ki, siz nə yaşayırsınız? Öncə demək lazımdır ki, bizdə günəş problemi var. Hər nəsə. Bəli. Onu deyir, hər şey oradan qaynaqlanır. Bəs İsveçdə oxumaq istəyən gənclərə ilk məsləhətin nə olardı? Məncə net araşdırsınlar ki, onlar soyuq sevirlərmi? Günəşin olmaması nə qədər dayana bilərlər, nə qədər dözümlüdürlər? Məncə bunu araşdırsınlar. Çünki biz həmişə fokuslanırıq daha çox təhsilə, proqramımıza, təqaüdə, amma fikirləşmirik ki, biz ruhumuz necə olacaq orada, biz orada yaşaya biləcəyik və çox önəmlidir insanın. Çünki o olmayanda sən dərslərə fokuslana bilmirsən. Məncə mən çox da problem deyil, çünki mən hər fəsli sevirəm. İsveçin qışı da mənim üçün normaldır. Hətta fikirləşib bəzən ağlımdan çıxır ki, mən neçə gündür günəş görmürəm. Bu çox ağlımda olmur. Başqa məsləhətlərim ola bilər ki, təqaüdləri araşdırsınlar. Dərs gəlməmişdən əvvəl məncə biraz öz proqramları haqqında həm araşdırsınlar, həm də baseline, ilk növbədə biraz oxusunlar öz proqramları haqqında. Kökünü də yəni bazını. Biraz başlanğıc bilikləri olsun. Bazasını oxusunlar, məlumatlı olsunlar. Bəli. Bizə düzü göndərmişlər universitetdən ki, bəs bunlar oxusa sizin üçün daha rahat olar proqram. Məncə kömək elədi o. Köçməzdən əvvəl İsveçə bilsəydin kəşke dediyin bir şey varmı? Kəşke bunu bilsəydim. Fikrim bəlkə dəyişərdi və yaxud da daha yaxşı olardı əvvəldən bilsəydim bunu eləyərdim. Sözün düzü yox. Əslində mən biraz elə bilirəm ki, əvvəl gələndə utancaq idim. Düşünürəm ki, bunun daşını əvvəlcədən atsaydım daha yaxşı olardı. Daha çox dostlarım olardı bəlkə. Düzdür, yenə dostlarım çoxdur. Amma bəlkə daha fərqli ola bilərdi. Amma belə çox da fikirləşmirəm ki, nəyisə fərqli edərdim. Çünki mən fikirləşirəm ki, mən Azərbaycanda necə yaşayırdımsa, necə Azərbaycanda mənə bəzi şeylər xoş və deyildisə, onun burada olmağı mənə xoş təsir edir. Məsələn, qaydalara riayət eləmək. Mən çox qaydaları sevən insanam. Azərbaycanda kimisə yolun səhv tərəfindən keçməsi mənə xoş deyil, məsələn. Özüm də keçmirdim. Və burada da onu görəndə mənim üçün daha rahatdır, yəni problem deyil. Tamam. Bəs belə bir şey soracağım. Yenidən eyni seçimi eləyərdinmi? Bir şans versələr sənə, yenidən İsveçə gələrdinmi? Seçimin dəyişərdimi? Yox, dəyişməzdi, yenə seçə gələrdim. Çünki mən ümumiyyətlə fikirləşirəm ki, hər kəs çıxıb öz evindən, ailəsindən kənarda az da olsa bir müddət yaşamalıdır. Bu insana çox şey öyrədir. Bu insanı sıfırdan yenidən qurur, yetişdirir, böyüdür. Bu olmasa Azərbaycanda öz sevdiklərimizin yanında olanda çox şeyin qədrini bilmirik. Məncə də. Məncə ən böyük Azərbaycanda yaşayan gənclərin ən böyük problemi məncə budur. Yəni bir müddət çıxıb həqiqətən tək qalıb o çətinliyi, o məsuliyyəti hiss eləmək lazımdır ki, böyümək lazımdır. Çünki mən özüm də bir müddət tək qaldım Malmödə. Məncə bu mənim yəni böyüməyimin ən böyük nəticəsi burdan gəlir. Yəni kök burdan gəlir. Mənim böyümək səbəbim ora oldu, yəni. Məncə. Çox məmnunam. İndi gələk son 3 maraqlı suala. Aha. Burada öncə biz səni tanıyacağıq. Aha. Biz Azərbaycanlıların milli içkisi olan çay yoxsa kahve? Cavab verirəm. Hazır. 100% çay. Yəni də. Həqiqətən Yəni sən almışlar. kafeyə dəyişilsəydin Azərbaycanlı olmamağını bildirirdin. Bəli. Yəni Azərbaycanda ücə bir dənə deportoydu da, yəni. Pasportda cır at. Çay məncə ritualdır bizim üçün. Necə onu dəyişmək olar? Çay. Ən qəşəng hissəsidir çay içmək. bəs sən bu yolu 3 sözlə necə izah edərdin İsveçdə yaşamını, İsveç bu 2 ilini İsveç həyatını? başlanğıcdan bu günə qədər. Yəni təbii ki də bu gün son deyil. İnşallah daha da gözəl
sən özün də dedin ki, bir yerdə qalmağı sevmirsən. Yəni hər dəfə təzə şeyləri kəşf etməyi sevirsən və ümid edirəm daha da gözəl yerlərə gedərsən, daha da gözəl kəşflərdə, Azərbaycanı daha da gözəl yerlərdə təmsil eləyərsən özünü. Bəs bu günə qədər bu 2 illik səyahətini, ilini 3 sözlə necə izah eləyərdin bizə, izləyicilərimizə? Məncə ilk başlanğıcdan bunu cəsarət deyə adlandırardım. Daha sonra İsveç mənə çox səbirli olmağı öyrətdi, səbirli gözləməyi. İsveçdə bilirsiniz nə qədər gözləmək lazımdır, nələrsə. Və şəxsi inkişaf deyərdim. Çox sağ ol bizim podkastımızda iştirak etdiyin üçün, bu gözəl məsləhətlərin üçün. İzləyicilərimizə son sözün varmı? İzləyicilərimə son sözüm ola bilər ki, sadəcə xoşbəxt olun, heç nəyə çox da vecinizi almayın. Hər şey necə olmalıdırsa olur. Bir yolunu tapır, olur. Əsas odur ki, istəyin. Amma bir şey unutdun. Nə? Hər şey. De gəlsin izləməlidirlər. Təbii ki, de gəlsin izləməyi unutmayın. Sizin çox maraqlı olacaq. Sizin üçün sizə çox uğur arzulayıram. Çox sağ ol. Allah görürəm bunu və çox maraqlı kontentdir məncə. Yaxşı olacaq sizin üçün. De gəlsinin adını eşidəndə meyxana düşündün sən də yoxsa? Çox düşündüm ki. Biz bunu bilmirdik. Bizim intro musiqimiz meyxana olmalıydı. Mən buna Dəyişə bilərik. Gec deyil hələ. Yox, əslində məncə mükəmməl ad seçmisiniz. De gəlsin. Yəni sözü var da, insanlar ürəyini boşaltsın mənasına da gəlir həmişə. bəli. Çox sağ olun bizi izlədiyiniz üçün. Bye bye. 4-cü bölümdə və gələn il görüşmək ümidi ilə. Bye. Bye bye. La 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 la. La 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 la.